Yo, yanlış anlaşılmasın. Bu böyük mişqa mənim deyil, mənə alınmayıb. Sadəcə olaraq öz işimi görürəm. Mənim işim kontent yaratmaq, video çəkmək, yəni SMM kimi də fəaliyyət göstərirəm. Və bu böyük mişqa mağazanındır və mağaza üçün böyük mişqa ilə video çəkirdim. Ama adam deyəsən yaxıldı bura. Bu boyda istici daşıya bilmirəm. Aparırdım ki video çəkəm. İndi qaytarıram yerinə qoyma. Götürə bilmirəm. En sevdiğim yer. Mağazadan sevdiğim yer. Dən bunların görüntüsünə baxın, nə qəşəng görsənir. Özüm Novruz bayramı gəlirdi ya. Hamısını qoyublar belə. Adamın iştahımı açır. Dalasan da bunun içine. Hamısını ağzına koyarsan, hamısını yiyersin. Bu qorxu filmindəki kimi görsənlər belə gözü falan. Hava çünki soyuqdur. İçərinin biraz çəkimlər çalışdım ama ki burası naca vlog istiyorum. Hatta milyon aparatları da var. Burada yarım kilo verərsiniz. Neçədir? Yarım kilo verərsiniz. Görünə geçişi almışam. Burası. Bayağı büyük. Buna baxalım. Bunu necə yiyəcəm də yəni. Yaş çay dolardı. Beş dəqiqə insanlar mənə dəli kimi baxdılar və kifayətdir. Gidelim. Əllərim yapışır. İşlem qalmadı. Belə bəyəndim. Geçen sefer bunu görmüştüm. Yani iş yoldaşım yiyəndə canını çəkmişdim. Və fikirləşdim mən də yoxlayım. Bu sefer gəldim aldım. Yadımdan çıxmır çünki. Və aldım. Düzü kremli, krem şanti idi, adi krem şanti. Ona göre kremini çok da beğenmedim yani. Bence bura special bir krem əlavə eləmək lazım idi. Çiyələk də çox da dadlı değildi. Yəni görünüşü süper idi. Kruasanın görünüşü süper. Dadı isə 10 üzərindən 4 falan. Sadəcə görünüşü iştah açır. Kaş çay falan da olardı. Bugün çay gətirməmişəm. Həmişə termosda çay gətirirəm özümə. Bugün çay gətirməmişəm. Bir yoxdur. Kızım üçün də belə şalvar aldım. Gösterərəm. Bu görüntüləri isə Novruz bayramına çəkmişdim. Harası ayın ya 20-si, 21-i, səhv eləmirəmsə 21-i idi. Mən öz uşaqlıqdan bəri padırıq olduğum bir qız var. Onlara getdim. Yəni həm qohumuq, uzaq qohumuq, həm də ki, yəni uşaqlıqdan bəri padırıq olmuşuq. Həm də bir-birimizə gedib gəlirik, qalırıq belə birimizdə.
Həmin günü düzün desəm Novruz bayramı olmasına baxmayaraq əhval-ruhiyyəm yaxşı deyildi. Ona görə də mən padurqamgilə getdim. Onlarda qaldım. Qəşəng həyət evləri var onların, yaşıllıq var. Əsasən yayda çox qəşəng olur. İndi həyətləri yaşıllaşıb yenə də. İndi həyətdə əslində böyük idi tonqalları. Sonra biraz balacalaşdı. Qəşəng tonqal qaladıq. Çoxdandır həyət evində tonqal. Yəni eləmirdik, olmurdu. Bizim kənddə də evimiz var, amma belə arada bir gedirik də. Yəni ki, Novruz bayramını çoxdan da getmirəm. Yəni öz tonqalımız oldu. Yəni belə lap sönənə kimi oturduq, tonqala baxdıq və belə ayağımızı falan isitdik. Belə. Sonra mən getdim dırnağımı düzəltdim. Səhərsi gündür bu. Elə o da yaxındaydı. Belə birinci səfərdə bustan yanına gedirdim düzü. Amma ki qəşəng elədi, xoşuma gəldi. Çox səliqəlilədi. Yəni istədiyim kimi bu kəpənək qanadları eləmək istədim belə hər dırnağımda. Xınanı da mənə padurqam eləmişdi, amma çəkmədim bunu. Yəni gecə saat 2 falan idi. Oturub belə xına söhbət etdik, xına falan edirdik. Sonra mən sabahsı günü idi. Artıq şəhərə gəldim. Qatar, daha doğrusu metroda gördüm ki, belə Novruz bayramına görə köhnə qatarı gətirib belə eləmişdilər, bəzəmişdilər daha doğrusu. Çox qəşəng idi. Sadəcə olaraq adam həddən artıq çox idi və yəni ki, kimdənsə gəlməliyəm ki, mən çəksin məni falan. Ona görə də rahat olmadı mənə. Basırıq idi. Bu isə Targovdadır. Mən gəlmişəm. Əslində bura gəzməyə gəlməmişdim, işim var idi. Sadəcə qıraqdan buranı çəkdim və belə bugünlük bu qədər. Videomu sona qədər izlədinizsə, hamınıza çox təşəkkür edirəm və bəyənməyi, sonra abunə olmağı unutmayın. Çox sağ olun.